Hazreti Peygamber sallallahu aleyhi ve sellemin Xədicə anamız ilə qurmuş olduğu huzur yuvası. Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Xədicə anamız Peyğəmbərimizin təkcə həyat yoldaşı değildi. O bir dost, bir sırdaş, bir sığınacaq idi. Onların evi sadə, göstərişdən və lüksdən ibarət değildi. Lakin Allahın nuru var idi o evdə. Çünki onların hər baxışı, hər fədakarlığı bir məktəb idi o evdə. Onun üçün Allah-u Teala ər və arvad haqqında və müminlər haqqında buyurur ki, "Hunnə libasun lakum və antum libasun lahunna." Onlar sizin libasınız, siz də onların libasısınız. Qardaşlar, libas nə edir? Nəyə lazımdır libas? Çünki libas qoruyandır. Libas huzur verəndir. Onun üçün hər bir həyat yoldaşı da bir-birlərinə qarşı bu şəkildə huzur verən, bir-birlərini qoruyan olması lazımdır. Xədicə anamız da Peyğəmbər aleyhisselamı qorudu. İnsanlar onu rədd etdiyi halda o qəbul etdi. Və bu cümlədən Hazreti Peyğəmbər Xədicə anamızı çox sevər və onun haqqını deyər ki, insanlar məni qəbul etmədiyi halda o məni qəbul etdi. Mənə yardım etdi, çünki insanlar olmadığı halda o mənim yanımda oldu. Və qardaşlar, çünki Peyğəmbər aleyhissalam ilə bərabər Xədicə anamız 25 illik ömür sürdü. Bu ömür sədaqətlə, hörmətlə və dərin sevgi ilə bir dolu ev inşa etdilər. Nədən? Səbəb budur ki, nə? Çünki o evdə iman, təvazu, taqva və sədaqət vardır. Əzizlərim, evlilik dediyimiz yalnız gözəllik axtarışı değildir. O gözəllik bir gün solacaq. Bəs gözəllik üçün evlənən insanlar, evlənən qardaşlar, bu gözəllik getdikdən sonra nə olacaq? Onun üçün ən önəmlisi odur ki, əxlaq və sədaqət gün keçdikcə daha gözəlləşər. Biz də bu şəkildə bir ailə qurub və bu şəkildə bir ailə sürməmiz lazımdır. Allah Resulü sallallahu aleyhi ve sellem necə də gözəl buyurur. Ən fəzilətli qadın əri ondan razı olan qadındır buyurur. Bugün təəssüflü olsun ki, biz xoşbəxtliyi bahalı evlərdə, bahalı toylarda, telefonlarda və fərqli şeylərdə axtarırıq. Amma əsl xoşbəxtlik birlikdə çətinlikdən keçmək, eyni qibləyə baxmaq və eyni duanı paylaşmaqdır. Bir qadın Xədicə anamız kimi sevsə, bir kişi Allah Resulü sallallahu aleyhi ve sellem kimi dəyər versə, o evdə hər hansı bir qəlb qırıqlığı və hər hansı bir soyuq səssizlik olmaz. Gəlin ailəmizi bir ömür boyu deyil, bir axirətlik olaraq və bu şəkildə yoldaşlıq olaraq quraq. Unutmayaq, ən gözəl ev Allahın adı ilə başlayan və onun rızası ilə davam edən evdir. Xoşbəxt ev müdrik bir seçimlə başlayır, səbir və sevgi ilə həm qorunur, həm davam edir.